Ulduzların sırrı. Gecə kənddə uşaq, Əli, göyə baxır və görür ki, bir ulduz sönür. Dostu, danışan pişik, mırmırı ilə birlikdə səbəbini öyrənmək üçün qaranlıq meşəyə gedir. Meşədə qəribə kölgələr və pıçıltılar var. Burada gecə ruhları onlara deyir ki, ulduzların işığını zaman yeyən oğurlayır. O, insanların arzularını yalanla göstərib, vaxtlarını alır və onları daş heykələ çevirir. Əli zaman yeyənlə qarşılaşır. O, Əliyə gələcəkdə böyük alim olacağını göstərib. Mənimlə qal, arzunu indi verim deyir. Amma Əli anlayır ki, arzular zəhmətlə qazanılmalıdır və aldanmır. O və mırmır kristalı sındırır, ulduzların işığı göyə qayıdır. İnsanlar canlanır, meşə işığa bürünür. Zaman yeyən toza çevrilir, amma səsi qalır. İnsanlar vaxtlarını yenə də boş sərf edəcək. Əli isə göyə baxaraq deyir: "Vacib olan qəhrəman olmaq deyil, işığı qorumaqdır."